Salam, kanalıma xoş gəlmisiniz. Bugündən etibarən sizlərə proqramlaşdırma videoları çəkəcəm. İlk öncə təməl bilgilərdən başlayıb sonlara doğru sərbəst bir şəkildə istənilən bir veb saytın hazırlanmasını öyrənəcəyik. Əslində YouTube-da kifayət qədər proqramlaşdırma, front-end dərsləri, back-end dərsləri tipdə həm Azərbaycan dilində, həm türk dilində, həm ingilis, həm rus dillərində videolar var. Lakin mənim əsas məqsədim öz dilimizdə rahat və yeni başlayanlar üçün tam anlaşılıqlı olacaq şəkildə kontent yaratmaqdır. Yəni Zero to Hero tipli öyrədici videolar çox vaxt təməl basic bilgilər verir və o videoların hamısına baxıb qutarandan sonra öyrənməli olduğunuz çox şey qalır. Mənim etmək istədiyim isə o videolara baxıb qutarandan sonra öyrənməli olduğunuz şeylərin sayını minimuma endirməkdir. Yəni bu videolara baxıb qutarandan sonra demək olar ki, sizə yalnız və yalnız təcrübə lazım olacaq. Yəni ilkin təməl basic biliklərlə kifayətlənməyəcəyik, dərinliklərə qədər düşəcəyik. Və videolarda izah etdiyim bütün dərsləri, bütün kodları da GitHub-da paylaşacağım. İstədiyiniz zaman girib, baxıb, götürüb istifadə edə bilərsiniz. Hər hansısa bir videoda başa düşmədiyiniz və ya təkrar izahə ehtiyacı olan bir hissə və ya bir mövzu, bir sual yaranarsa, şərh bölməsində qeyd eləyin. Mən o mövzuya aid hər hansısa bir qısa izah videosu çəkərəm və yaxud da hər hansısa bir yolla onsuz maksimum dərəcədə izah eləməyə çalışaram. İndi isə sizə bu kurs zamanı hansı mövzular keçəcəksə onları göstərim. Bu kurs zamanı keçəcəyimiz dərsləri ümumi olaraq 4 hissəyə bölmüşəm və hər 4 hissənin özünün də ayrı-ayrılıqda 4 hissədən ibarətdir. Hər hansısa bir veb saytı kodlaşdırıb bitirəndən sonra siz onu internetə yükləməlisiniz. Yəni proqramlaşdırma dilində desə deploy eləməlisiniz. Bunun üçün də sizə internet lazımdır. Bunun üçün ilk olaraq siz internet nədir, internet necə işləyir, domain nədir, hosting nədir, DNS nədir, HTTP, HTTPS nədir, bunları bilməlisiniz. İlkin olaraq bunlardan başlayacağıq. Bunları təməl bilgilərini yiyələnəcəksiniz. Daha sonra lazım olarsa gələcək dərslərimizdə daha dərin biliklərə yiyələnərik. Daha sonra terminalla işləməyi öyrənəcəyik. Terminal ümumiyyətlə nədir, necə işləyir, fayllarla necə işləmək lazımdır, file structure nədir, bunları öyrənəcəyik. Daha sonra version control sistemindən istifadə edəcəyik. Təbii ki, bunun ilkin olaraq təməl biliklərini yiyələnəcəyik. Daha sonra zaman keçdikcə növbəti videolarda daha dərin bilikləri yiyələnəcəyik. Bunlar haqqında daha ətraflı videolar çəkəcəm. İlkin olaraq git add, git commit, git push tipli basic komandları öyrənəcəyik. Növbəti videolarda daha dərin izah edərəm. Daha sonra ideyalar haqqında məlumat toplamalıyıq. İdeyalar nədir? İdeyalar Integrated Development Environment deməkdir. Yəni biz kodu yazmağımız üçün bizə bir platforma lazımdır. Yəni bir environment lazımdır. Buna da qısa olaraq ideyalar deyirlər. Çoxlu sayda ideya var, lakin biz bu kurs boyunca Visual Studio Code'dan istifadə edəcəyik. Nəyə görə Visual Studio Code'dan istifadə edəcəyik? Çünki ideyaların arasında demək olar ən məşhuru və ən belə deyək, rahat istifadə oluna bilənə Visual Studio Code'dur. Biz Visual Studio Code'da necə yükləyirlər, necə istifadə edirlər, ilkin olaraq bizə təməl hansı package'lər lazımdır, onları göstərəcəm. Daha sonra isə artıq o bizim praktikamıza əsasən növbəti package'ləri yükləyəcəyik və yaxud da oraya hansısa bir AI alətlər qoşacağıq. Bunlar növbəti hissənin problemləridir, belə deyək. Daha sonra HTML və CSS hissəsinə gələcəyik. HTML nədir? Index HTML faylı nə işə yarayır? HTML-in təməlləri nədir? Semantik HTML nədir? HTML-in hansı təqləri var falan. İlkin olaraq HTML-də bu hissədən başlayacağıq. HTML-dəki bütün təqləri ayrıca qeyd etmişəm. Çünki ona aid ayrıca bir video çəkməyi planlaşdırıram ki, hansı ki, həmin videoda HTML-də mövcud olan bütün təqlər haqqında ətraflı məlumat verməyi planlaşdırıram. Daha sonra HTML dərslərini bitirdikdən sonra CSS dərslərinə keçəcəyik. CSS nədir? Selektorlar, responsive dizayn nə işə yarayır? CSS-i HTML-i necə import eləmək lazımdır? Ümumiyyətlə CSS bizim üçün nəyə görə vacibdir? Bunları izah edəcəm. Daha sonra CSS-in hansı frameworkləri var və hər bir framework'un öz istifadə qaydalarını, onları izah edəcəm. Və qeyd etmək istəyirəm ki, HTML, CSS hələ ki bir proqramlaşdırma dili deyil. HTML Hypertext Markup Language-dir. Yəni hər hansı bir işarələmə dilidir, proqramlaşdırma dili deyil. CSS də bizim veb saytın interfeysini dizayn eləmək üçün bizə kömək olacaq bir belə deyək, cascading style sheet-dir. Daha sonra gəlir JavaScript, hansı ki JavaScript artıq bir proqramlaşdırma dilidir. İlkin olaraq biz JavaScript nədir, necə işləyir, nə işə yarayır, niyə JavaScript-dən istifadə edirik, bunu öyrənəcəyik. Daha sonra JavaScript-i bir proqramlaşdırma dili kimi öyrənəcəyik. JavaScript-i bir proqramlaşdırma dili olaraq öyrənəndən sonra veb saytın hazırlanmasında hansı rolu var və onu necə inteqrasiya eləmək lazımdır, onu keçəcəyik.
Daha sonra JavaScript-in özünə aid olan kitabxanaları və frameworklərini öyrənəcəyik. Hansı ki, real iş mühitində JavaScript-in birbaşa özündən istifadə olunmur. Onun hər hansısa bir kitabxanasından və yaxud da framework-ündən istifadə olunur. Ona görə biz JavaScript-i öyrənməli, təkcə JavaScript-i öyrənməli kifayətlənməyəcəyik. Amma JavaScript-i öyrənənə qədər biz artıq bir dəfə HTML və CSS istifadə edərək, bir dəfə də HTML, CSS və JavaScript istifadə edərək iki dənə sayt yığacağıq. Daha sonra React öyrənəcəyik. React nədir? Nə üçün React-dan istifadə etməliyik? React-in nə kimi üstünlükləri var digər framework-lərdən? Bunu izah edəcəm. Daha sonra React dərslərinin təməllərinə başlayacağıq. Hansı ki, komponentlər, use state-lər, use effect-lər, React hooks, React forms bunlar haqqında danışacağam. Daha sonra Redux Toolkit-ə keçəcəyik. Redux Toolkit nədir, nə işə yarayır, necə işləyir onu öyrədəcəm. Redux Toolkit-lə yanaşı Zustandı da öyrənə bilərik. Ona gələcək dərslərimizdə artıq qərar verərik. Daha sonra isə React-ın öz kitabxanaları, hansı UI library-ləri var. Sonsuz sayda var bunlar. Onlar haqqında ətraflı videolar çəkəcəm. Hansı UI library-lər var, onları necə istifadə etmək lazımdır və s. Kursun ümumi məzmunu bundan ibarət olacaq. Hər hansısa bir videoda başa düşmədiyiniz bir hissə olarsa, sualınız olarsa, nəsə bildirmək istəsəniz, şərh bölməsində qeyd edərsiniz. Əgər başa düşmədiyiniz hər hansısa bir hissə olarsa, ona ayrıca bir video çəkib sizlərə izah eləyə bilərəm. Və kanala abunə olmağı da zəhmət olmasa unutmayın.